Üzvü maddələr və qeyri-üzvü maddələr haqqında danışarkən belə bir maraqlı bir nüansı da qeyd edeyim. Biz bir ağac misalında baxacağıq. Ağacın kökləri torpaqdadır və torpaqda su və mineral maddələr, yəni qeyri-üzvü maddələr var. E, Yarpaqlarda isə günəşin şüasının təsiri, havadan aldığı karbon qazı və xlorofilin təsiri ilə yarpaqlarda üzü maddələr əmələ gəlir. Glukoza, saxaroza, nişasta, selluloza kimi və zülal kimi maddələr əmələ gəlir. Amma yarpaqlar bu qida ilə daha çox qidalanmır. Onlar daha çox qeyri-üzvü maddələrlə qidalanır. Yəni köklər qeyri-üzvü maddələri və suyu yuxarı doğru yarpaqlara, çiçəklərə və meyvələrə doğru göndərir, onları qidalandırır. Yarpaqlarda isə əmələ gəlmiş üzvü maddələr köklərə doğru gəlir, çünki onlar da köklərin qidasıdır. Buradan nə görürük? Görürük ki, bir ağacın bütöv bir ağacı olması üçün vahidliyini və canlılığını qoruyub saxlaması üçün ağacın orqanları bir-birinə xidmət etməlidir. Yarpaqlar kökləri qidalandırır, köklər isə yarpaqları, meyvələri qidalandırır. Beləliklə, sadəcə bu ağaclarda deyil, kainatda olan hər şey gördüyümüz, görmədiyimiz, bildiyimiz, bilmədiyimiz, canlı və cansız hər birisi arasında belə bir qarşılıqlı xidmət var. Və bunun sayəsində bütün kainat insanlar daxil olmaqla biz bir bütünlük təşkil edirik və öz yaşamımızı, həyatımızı sürdürə bilirik. Yəni qarşılıqlı xidmət sayəsində.